Benim hayallerim vardı, benim öz dünyam vardı, benim sevdiğim vardı, benim sevgilim vardı. Ama ben şehit oldum, yerim güzeldi, tek ağlama canım, canım sevgilim, bağışla beni, seni tek koydum. Vatan, vatan sağ olsun, vatan, vatan sağ olsun. Aprelin 1-dən 2-sinə keçən gecə düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbi qulluqçularımızdan biri də Müşfiq Orucovdur. Biz hal-hazırda Müşfiqin təhsil aldığı 7 saylı tam orta məktəbdəyik. Düşmənə layiqli cavab verərkən öz canından keçən şəhidimiz Müşfiq Orucov məhz bu partada əyləşmişdi. Müşfiq Orucovu yaxından tanımaq üçün gəlin onun yaxınları və qohumlarını dinləyək. Mən Müşfiqin ana dil ədəbiyyat müəlliməsiyəm. Ona hardasa 5-ci sinifdən başlayaraq 9-cu sinifə qədər ana dil ədəbiyyat fənnini tədris eləmişəm. Bir müəllim kimi Müşfiqin, yəni şagird kimi özünü aparmağından, dərslərə davamiyyətindən, oxumağından narazıçılığım olmayıb. O qədər mülayim, o qədər sakit, o qədər tərbiyəli uşaq olub ki, hətta mən ona heç vaxt deməmişəm ki, Müşfiq qabağa bax, düz otur. Bu sözləri deməmişəm. Müəllimin uşaq yadında necə qala bilər? Ya yaxşı oxumağı ilə, çox yaxşı oxumağı ilə, fəallığı ilə və yaxud da ki, hətta yaxşı oxusa da belə dəcəlliyi ilə yadında qala bilər. Müşfiq elə bil ki, xüsusi uşaq idi da. Allah Taala bəzən elə hesab edirəm ki, bu arada belə bir söz deyim ki, elə hesab edirəm ki, bəzən hansısa insanları həyata daimi gəlmək üçün yaratmır. Burada qərənfillər qoyulan bu partada Müşfiq əyləşib, biz ona dərs tədris edən zaman bizim dərslərimizə cavab verib, suallarımıza cavab verib, tapşırıqlarımızı yerinə yetirib. Yəni, indi onu bu şəkildə xatırlamaq çox ağırdır. Əslində, onun üçün deyəcəyim sözlər bəlkə də dediklərindən daha artıqdır. Amma yəni, belə acıdır insana, ağırdır, çox ağırdır. Müşfiq bu məktəbdə oxuyur. Bu yurda böyük boybaşı satır. Bu məktəb, bu həyat həmişə onun oynadığı, gəzdiyi, oxuduğu bir yer olubdur. Mən elə bilirəm ki, indi gəzəndə elə çıxacaq qabağıma. Uşaqlığından çox təmkinli, uşaq yaşlı, az yaşlı, sakit təbiətli idi. Az danışanırdı, yəni. Ağıllı uşaqdır. Hamı uşaq vaxtını deyərdi. Məktəb vaxtında, tələbə vaxtında çox bizi incitdi. Son gediş elə bizi incitdi. Yəni, deyəcəm, ona heç bir narazılığımız olmuyor. Nə bizim, nə qohum qardaş məktəbdə. Xəbər alanda mən məktəbdə dərsdəydim. Axşam saat 5-6 işləyirdim. Yəni, səhərdən çalışırdıq məlumat almağa. Heç bir xəbər yox idi. Getməmişdik yanına da heç. Bayramda. Yoxluğuna inanmaq çətindir. O cür insan. Düzdür. Şəhid olub, şərəfli bir işdir, amma öz yoxluğu bizim üçün çox ağırdır.